Mən sənə müalicə yazmışdım. Kömək elədi müalicə. Oldu. Axırıncı dəfə yanımda ümumiyyətlə nə vaxt olmusunuz? Dekabran oldu. Bir il bundan qabaq. Bəli. Düyünlər nəzarətdə, əməliyyata göstəriş yoxdur. Qan analizində də sakitdir. Görüntü olaraq bu düyünlər bugünkü günə şübhəli deyil. Biopsiya demirəm. Bir kurs resept yazıram. Mənim müayinəmə 6 aydan tez gəlməyə ehtiyac yoxdur. Sizə indi resept yazıram. Bu resepti bir kurs qəbul edirsiniz, 2 ay fasilə verirsiniz. 2 aydan sonra həmən resepti bir kursda təkrarlayırsınız. 6 ay tamam olur, gəlirsiniz. Böyle axırıncı da beləncə yox. Elə də olacaq. İldə bir dəfə görüşəcəyik. Sümüklərdə ağrıların var. Dizim qısmış. Sənə kalsium yazacağam. Kalsium lazımdır biraz. Gecələr havam çatmır. Pəncərəni belə tuturam. Müalicəni qəbul edəndə düzəlmişdin. Yaxşı idi mən. Əsəbləşəndə boğulur. Niyə əsəbləşirsən? Kim əsəbləşdirir? Əsəbləşdim yenə. Həyat elədim. Bəli. Bugünkü günə ciddi problem yoxdur. Çalışacağıq bu düyünlər böyüməsin ki, əməliyyat olmasın. Yoxsa nə?